Şair, sən o kitablarında nağılı yazsan, məhəbbət o nağılı yaşayır, məhəbbətin gizlidir, predifati eləyir. Başa düşdün? Sənin çornu qələmin var ha. Sən çornu qələmlə yazanda məhəbbət o həyatında çornu tətbiq eləyibdi, yaşayıbdı çornu. Başa düşdün? Sən kitabda yazdığın personajlar var ha. Məhəbbətin özü personajdır. Məhəbbət həmişə yaxşı oğlanların personajı. Bu gün də məhəbbət yaxşı oğlanın şaxta babası. Yadında saxla. Məhəbbət elə-belə məhəbbət olmuyor. Vay qəlbində sən durubsan orada. Başa düşdün? İndi davay sən yaxşı ol. Mən səni bir də burada görməyim. Bir dəqiqə, aşağı. Nə səs küsamsan? Nə olub burada? Nə olub? Nə məsələdir? Görmüsən, gəlib mənim toskamda obyekt atır. Nə toskası? Hansı toskan ha? Burada mən şaxta baba kimi dururam, gəlib şaxta baba kimi işləyir. Bir dəqiqə, aşağı məhəbbət. Şairi konfetilanca mən qoymuşam ki, burada dayansın. Sən nə qarsan burada? Yəni var ya, buna mı? Hey, nədən? Məhəbbət, sən şaxtab ola bilmərsən. Şaxtab olmaq üçün məhəbbət. Belə şirin, mehriban, mülayim sima lazımdır. Yüz lazımdır ki, nurlu yüz lazımdır ki, insanlar görüb gəlsin onun içəri. Nə olur be, mənim sifət nurludur. Məhəbbət, sən bu Ələddin lampasından çıxıb içinə oxuşsan. Səndə şaxtaba sifəti yoxdur. Səni görən ancaq problemə düşər, negativ ala. Eşsən məhəbbət. Məhəbbət, ağlama. Eşsən mən. Əslində səndə də bir işim var. Bax, Halloween bayramı olacaq. Çox qalmayıb. 13 ay qalıb, 13-14 ay oktyabrda. Halloween'da çağıracaq, burada cin şeytan obrazını oynayarsan. Yaxşı? Tamam, getdi. Tamam, getdi. Cavab, içərdə mən zaten çıxarsan. Ora, garoto!